2019-23-cü illərdə dövlət proqramı çərçivəsində Şamaxı rayon şəhərdaxili yolların asfaltlanması nəzərdə tutulmuşdur. Lakin sıx əhali yaşayan ərazilərdə asfalt örtüyünün vurulması yarıda saxlanılır. Xoş gəlmisiniz, başına dönüm. Allah canınızı sağ eləsin, qadan olun. Sahib gəlmisiniz, sizə öpürəm, başına dönüm. Bax, yolumuz pis gündəyik. Bax, mənim özüm heç kimim yoxdur. Nə uşağım var, nə ailəm var, nə pensiya da almıram. Allah haqqı qalmışam yaman uşaq, mənə o bu baxır. Sizə xahiş edirəm, bu yolu xəstələnir, bir skora gəlmir. Deyir, bu yolu mən gələ bilmərəm, mən necə gəlim o yola? Yoluz ilk günündədir. Evim bax, padvallarım bütün sudur. Allah bir manat taxmıram ki, pensiya almıram. Gedəm o padvalın yolunu, bir də pul verəm ki, suyu açaq. Xahiş edirəm, sizə qurban olum. Siz mənə kömək, prezidentdən xahiş edirəm. Kimsəsiz adamam. Heç kimim yox, nə atam, nə anam, nə qardaşım, nə uşağım. Sizdən kömək istəyirəm, qurban olum. Mən sizə xahiş edirəm, bu yola kömək eləyin. Mən yol amma maşın gəlmir. Onu gətirirəm qalıb burada. Sizə xahiş edirəm, sizə qurban olum. Sizdən kömək istəyirəm, sağ qurban olum. Hoş gelmişsiniz. Bizde burada bir 100-150 aile yaşır, bu anda ev var. Bizim Ağzışa. Burada məktəbə getməsin, yolları bərbad haldadır, palçıq yerdir, getmə uşaqlar məktəbə gedib gələ bilmir. Asfalt qırığı getirib döküyor, elə belə də qalıb. Bizdə bir sərəncam qılan yoxdur ki, biz də bu yana çıxaq. Uşaqlar məktəbə gedib gələ bilmir, əllərində aparırlar, palçıq vura-vura, ayaqqabı dəyişə-dəyişə gedirlər, gəlirlər. Cənab Prezidentə xahiş edir, bizi də bu yola sərəncam qılsın, bizi də Şamaxın başlı qırağı da deyil, ortasıdır. Buradan sentralın poçtu, bazar 1 kilometr yoldur. Bu bizim ərazi qalıb da belə bərbat halda, buna bir sərəncam qılsınlar, xahiş edir. Asfalt örtüyünün yarıda saxlanılması ilə bağlı hansı dövlət qurumuna müraciət etmisiniz? Dəfələrlə bu cəmaatla yığılıb 50-100 adam gelmişik, icra hakimiyyətinin qəbulunda olmuşuq. Onlar da deyib ki, pul ayrılanda dövlət pulumuz yoxdur. Pul ayrılanda inşallah çəkiləcək. İndi pul ayrılıb-ayrılmağını biz bilmirik, yalan danışıram, İndi ona görə də qalıb, o yol qalan qalıb. Biz indi gözləyirik nəticəsi, nə vaxtda pul ayrılır, bizə də bir növbə düşə, burada asfalt daşa. Qardaş, bax gördüyünüz kimi, indi siz özünüzə gəlmişsiniz, görürsünüz hal-hazırda vəziyyəti. Bax, vəziyyətimiz budur. Hansı dövrdə yaşayırıq? Tembol, bax, 2019-cu ildən Cənab Prezident tərəfindən pul ayrılıb, yolların düzəldilməsi üçün, kanalizasiya sisteminin, su sisteminin çəkilişi üçün. Amma bu vaxta kimi biz 2014-cü ildən aidiyyətin qurumları dəfələrlə müraciət eləmişik. Bax, hal-hazırda bu küçənin başından, bax, oradan gördünüz orada. Kanalizasiyanın lüku var o küçənin başında, bir dənə bu küçədir ki, ara məhəllələri saxlayıb. Yuxarı küçədə var, ondan 2 küçə aşağıda var, 2 dənə küçədə kanalizasiya yoxdur. Hamıda şambol sistemidir. Mənim qazdığım şambonun suyu çirkabı. Altdakı evlərin fundamentinə gedir. Cəmaatın evi suyun içindədir, zirzəmilər hamısı. Yəni, valla qonşu ilə üz-göz olur, bax buna görə. Vəziyyətimiz çox çətindir. Uşaqlar yay olanda iydən, ifunətdən bu küçə çıxmaq mümkün deyil. Yəni. Uşaqlar xəstəlik tapır, körpə uşaqdırlar. Çıxırlar, oynayırlar, bilmədən əlləri batır çirkaba, müəyyən xəstəliklər tutur. Bax, budur vəziyyətimiz yəni. Hoş gəlmişsiniz birinci qardaş. Bax, bizim yaşayış tərzimiz budur. Bax, bu formadadır. Bax, sel su gəlir, basır beləncə. Yəni, mümkün qədər özüm xəstəyəm, uşaqlarım eləncə. Yəni, yaşamaq mümkündür. Bax, evin altıdır, odur. Vedrə ilə götürürəm. Tökürük bayra, yenə səhər durub görürəm, həmən vəziyyətdədir. Yəni, bizə də bir hökumətimizdən köməklisin bu sulara. Nəsə bir əlac qırsınlar, nəsə bir mümkün eləsinlər ki, biz də yaz olunur. Valla, yəni, yaşayış zülümlə, zindanla da olsa başımızı saxlayırıq. Yəni, 5 manat, aşağı 5 manat yuxarı. Yəni, ona müşkür. Ancaq ki, gəlginən ki, bu sudan biz asfalt örtüyünün vurulması yarıda saxlanıldığı üçün. Olduğu üçün, yəni biz bu şəraitdə belə yaşayırıq. Yəni bazara gedirik, bazardan yükümüzü gətirə bilmirik. Yəni yoldaşım evdə olur-olmur, fəhlə adamdır, un alırıq, gətirməyə imkanı olmur. Məcbursan onu araba ilə gətirəsən, əlimizdə qonşuluqda 2 qonşu ilə gətirəsən, yəni bu dərəcədir. Uşaqdır, məktəbə gedir, Allah əlimizdə sapoq, qaloş geyindirir, əqqabını geyindirsin, təmiz yerə çıxsın, yəni o dərəcədir. Qeyd edirsiniz ki, padvalınız da hazırda su içindədir. Qabla götürürəm, qardaş, dökürəm bu üzə, yenə həmən vəziyyətə yığılır. Yəni,
kasıbçılıqla ev tikmişik. Yəni mən demirəm, amma ancaq istəmirəm ki, bax vəziyyətimiz hal-hazırda olan qalan hər bir şey, yəni un zadı yəni girib götürə bilmirəm mən.